Hörmətli izləyicilərimiz, biz Sağdaş Təhsil Komandası olaraq yenə də Azərbaycanımızın gözəl rayonlarından biri olan Samux rayonunun Hacılı kəndinə gəlmişik və fədakarlıq edən ömrünün 40 ilindən çoxsunu müəllim kimi fəaliyyət göstərən fədakar müəllimlərin evinə qonaq gəlmişik. Mən sizi xoş gördük. Sağ olun. Hoş geldiniz. Kərələriniz ağırlı. Sağ olun. Adı, soyadınız müəllim sizin? İbrahim Varif Yusufoğlu. Ben Hazarlı kəndində yaşayırıq. Hazarlı 9 il məktəbində 42 müəllim işləmişəm. 42 il müəllim kimi həm də rəhbər şəxs kimi fəaliyyət Ben göstərirsiniz. onun 6 ilini sıravi müəllim olmuşam. 36 ilini direktor müavini işləmişəm. Zavut. Çox gözəl. Bəs müəllim, o illərdə hansı uğurlu nailiyyətləriniz olub? Bizim çox nailiyyətlərimiz olur. Bizim orada qabaq indi biraz uşaq azdır. Qabaq uşaqlar bizə şagirdlərimiz çox idi. 9 illi qutarandan sonra qəsəbə, Nəvala qəsəbə məktəbi, orta məktəbdə 2 dənə orta məktəbi var. Oraya gedirdilər uşaqlar. Təhsilini davam etdirdilər, sonra universitetlərə də girirdilər. Biz qutardığımız uşaqlardan yaxşı universiteti qutaranlar, devlət universitetlərini qutaranlar, sonra hərbidə işləyənlər, ondan sonra Təbii ki, polisdə uzun müddət işləyən, bizim öyle indi dərs dediyimiz uşaqlar hal-hazırda bu dəqiqə polis işləyiblər, polkovnik olurlar, çox gözəl müəllim. Biz də onlar hamısı indi eləsi var ki, onlar pensiya çıxırlar. Hal-hazırda da bu dərs dediyim uşaqlardan gəlib püsatma rəisin müavini işləyir. Nə gözəl müəllim. Əlbəttə sizin yetişdirdiyiniz şagirdlərin həkimlər də, polislər də, müxtəlif peşə sahibləri də müəllim olanlar var. Nə gözəl müəllim. Dərs dediyim uşaqlar, hal-hazırda biz dərs dediyim uşaqlar indi bizim məktəbimizdə, bizim yerimizdə Ahəsə müəllim direktor işləyir. Bəs müəllim, sizin adınız, soyadınız? İbrahimov Mariya Mirzə qızım. Siz neçə il müəllim kimi fəaliyyət göstərmişsiniz? Mən 44 il müəllim kimi fəaliyyət göstərmişəm. Hər üçünüzdə elmlərin şahı olan riyaziyyat fənnini tədris eləmişsiniz. Əlbəttə ki, riyaziyyat fənnini tədris edən müəllimlər başqa müəllimlərdən xüsusilə seçirlər. Çünki riyaziyyat fənni, yəni qavrayan, yəni onu dərk edən uşaqlar başqa fənləri daha tez mənimsəyirlər. Və siz də bundan nail olmusunuz, müxtəlif şagirdlər yetişdirmişsiniz. Sonra da talih sizi qarşılaşdırıb, ailə həyatı qurmuşsunuz. Bəs neçə evladınız var müəllim? 3 evladımız var. Maşallah, adlarını deyin. Birinci büyük kızı İbrahimova Röya Arif kızı. Yaraltıda məktəbdə zabit işləyir. Sonra İbrahimov Anar Arifoğlu, o da üniversitet kurtarır, Teknoloji Üniversitesi'ni kurtarır, Mexanika Fakültesi. O bir evladınız? O küçük evladım da İbrahimov Emin Arifoğlu. O da üniversitet kurtarır, Azerbaycan Gəncə Texnoloji Üniversitesi'nin Kömürün Ekspertizası Fakültesini kurtarır. Hal-hazırda fərdi təsərrüfatdan, hər ikisi fərdi təsərrüfatdan məşğul olur. Çox gözəl müəllim. Əlbəttə ki, müəllim əməyi həm şərəfli peşədir, həm də çətin peşədir. Və sizin övladlarınız da çox sağ olsunlar ki, sizin kimi fədakar müəllimin, atanın, ananın əziyyətini yerə vurmuyublar, müxtəlif peşənin sahibi olublar. Bu gün ayın 21 dekabr 2025-ci il tarixdir və bu tarixdə 10 il sonra bu kadrlara baxılacaqdır. Sizin nəvələriniz, nəticələriniz, köçələriniz inşallah olsun. Və sizdən sonraki nəsillər də bu kadrlara baxacaqlar. Bu tarixdə sizin əlbəttə məktəbdə məktəb kollektivində işlədiyiniz, yoldaşlıq elədiyiniz insanlar da olub, sizi sevənlər, qohumlarınız da olubdur. Maşallah olsun, övladlarınız da var. Bax, bu şəxslərə hansı sözlər deyərdiniz? Hansı arzuları, hansı sözləriniz deyərdiniz? Mən yaxşı sözlər deyərik onlara. Onlara bizim orada yaxşı, bizim savadlı müəllimlərimiz olub, direktor olub. Onlardan yaşla əlaqədar onlar çıxanlar olub, hal-hazırda yaşayır. Bir neçələri var ki, onlar rəhmətə gedir. Onların Allah dünyasını versin, Allah rəhmət eləsin. Qəbrlərin onlar da olsun. Qalanlara can sağlığı. Bizim hal-hazırda bizim şagirdlərimizdə qeyri yerdən gələnlər də var. Biz dərs dediyimiz uşaqlardan, mənim qızım qarşılığı məktəbdə, indi mənim qızım da dərs sistemində işləyir, kimya müəllimidir. Hansı məktəbidir? Azarlı Kəndorda məktəbini buradan da fürsətdən istifadə edib. Tam orta məktəb. Bütün müəllim kollektivini salamlayırıq, onlara da işlərinə uğurlar arzu edirik. Onlar dərs dediyim uşaqlardan da
Şagirdlərimizdən biri də gene orada direktordur. Onun atası da, anası da müəllimdir. Bizi kimi. Mən o insanlara hansı sözlər deyərdiniz? Nə ürək sözləriniz deyərdiniz? Nə arzulayardınız? Onlara ən birinci can sağlığı, xoşbəxtlik, uzun ömür, işlərində, məktəbdə uğurlar arzulayırıq. Yaxşı şagirdlər yetişdirsinlər. Azərbaycan xalqına layiqli Vətənpərvər, vətəni sevən, vətənpərvər Azərbaycan xalqına yaxşı, oğlanlı, qızlı yaxşı şagirdlər yetişdirsinlər. Gələcəkdə onları fəxrlə desinlər ki, filan məktəbi qutarmışam, bunun direktoru filan olub, filan kəs olub. Biz də indi hal-hazırda oxuruq. Orada Azərbaycan xalqına xidmət eləsinlər. Əlbəttə, inşallah müəllim. Biz də sizə təşəkkür edirik. Mən sizin üçün müəllimləri, fədakar müəllimləri tanıdığıma çox sevindim. Və əlbəttə ki, siz də əziyyət çəkmişsiniz. Neçə illərinizi müəllim sənətinə həsr eləmişsiniz. Sağ olun. Biz də arzu edirik ki, bundan sonraki həyatınızda da sizin nəvələrinizin, nəticələrinizin, qohumlarınızın xoş günləri olsun. Biz də Çağdaş Təhsil komandası olaraq gələk hər zaman müəllim, gözəl günlərinizdə, xoş günlərinizdə görüşək. Təşəkkür edirik, minnətdarıq. Biz də sizə minnətdarıq. Biz də sizə Çox sağ olun, bizə yada salıb. Bizi yada salıb. Bizim borcumuzdur müəllim. Bizi yada salıb gəlibsiniz. Allah canınızı sağ olasın. Ata-ana Allah sizi başa dönmüş. Çox sağ olun.